Dəyərli izləyicilərim, 2 mərtəbə 5 otaqlı həyət evi təqdim edirəm. Evin təqdimatına evin daxilindən başladım. Sağdan ikinci mərtəbəyə qalxan pilləkən yerləşir. İkincisi haqqında məlumat verim. Kruq qoşadaşla tikilib, bünövrəsi və mərtəbə arası betondur. Sənədi kupçadır, tam notarial, alqı-satqı olunacaq sənədi var. Evin də torpağında sənədi var. 5 otaqlıdır dəyərli izləyicilərimiz. Birinci mərtəbədə qonaq otağı, yataq otağı, mətbəx, sanuzel yerləşir. Evin qonaq otağını təqdim edirəm sizlərə. Evimiz Masazır qəsəbəsində yerləşir. Qiyməti ilkin olaraq 139.000 manata deyilir. Real müştərilərə qiymətdə endirim olunacaq. Evin mətbəxi ilə tanış edirəm sizləri. Geniş mətbəxi var. Evin birinci mərtəbəsi və ikinci mərtəbəsi ümumilikdə istipoldur. Evin arxasında həyəti var. Həyətə çıxış mətbəxdən nəzərdə tutulub. Keçək evin birinci mərtəbəsində yerləşən yataq otağını təqdim edim. Videonun irəliləyən dəqiqələrində evin xarici görünüşünü də təqdim edəcəm sizlərə. Burada yerləşir birinci mərtəbədə yerləşən yataq otağı və bura birinci mərtəbənin sanuzelidir. İkinci mərtəbəni təqdim etməmişdən öncə evin xarici görünüşü ilə tanış edəcəm sizləri. Evin xarici görünüşünü təqdim edirəm hal-hazırda sizlərə. Xarici görünüşü bu formadadır dəyərli izləyicilərimiz. Həyətini təqdim edəcəm. Həyətinə tam sərbəst 2 maşın daxil etmək mümkündür. Həyətin giriş qapısı uzaqdan pultla idarə olunan jalis qapıdan ibarətdir. Həyətinə zövqlü tamet döşənilib. Və bir daha evin xarici görünüşü ilə tanış edirəm sizləri. Evimizin yerləşdiyi ərazi tam yaşayışlı bir ərazidir. Yaxın məsafəsində 6 nömrəli məktəb yerləşir. 569 nömrəli avtobus dayanacağına yaxın məsafədə inşa edilib. İkinci mərtəbəni təqdim edəcəm sizlərə. Kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki, hər yüklədiyimiz ev elanları ilə tanış olasınız. Axtardığınız evləri rahatlıqla bizim kanalımızda tapa biləsiniz. İkinci mərtəbə ümumilikdə istipoldur. İkinci mərtəbədən eyvana çıxışı var. Eyvana çıxış burada nəzərdə tutulub. Keçək yataq otaqları ilə tanış edim sizləri. Burada yerləşir evin yataq otaqlarından biri. Keçək digər yataq otağını təqdim edim və burada yerləşir evin yataq otaqlarından ikincisi və sonuncu üçüncü yataq otağı təqdim edirəm sizlərə. Bura evin yataq otaqlarından sonuncusudur və burada yerləşir ikinci mərtəbənin hamam otağı. Bu evlə əlaqə saxlamaq istəyən müştərilərimiz videonun başlıq bölümündəki nömrə ilə əlaqə saxlaya bilərlər.